Xoş gəlmisiniz. Heç düşünmüsünüzmü? Günümüzdə özünü xüsusi missiya sahibi, belə deyək, seçilmiş hesab edən bir insanın daxili dünyası əslində necə görünür? Bugünkü təhlilimizdə biz tamamilə fərqli, olduqca mürəkkəb və mənəvi yüklü bir mətni incələyəcəyik. Bu, Ərəstun kimi tanınan müəllifin yazdığı ezoterik bir manifestdir. Düzünü desəm, bu sadəcə oxuyub keçəcəyimiz bir mətin deyil. O, coğrafiyanı, mistikanı və fəlsəfəni elə bir formada birləşdirir ki, adam sözün əsl mənasında heyrətə gəlir. Məqsədimiz təbii ki, kiminsə dini ideallarını təsdiqləmək və ya təkzib etmək deyil. Biz sadəcə bir növ şifrə sındıran roluna girib, bu qeyri-adi mətni, onun bizə nə demək istədiyini anlamağa çalışacağıq. Hazırsınız? Gəlin elə indidən başlayaq. Bu mistik mətndə itməmək üçün özümüzə 5 xəttdən ibarət aydın bir yol xəritəsi cızmışıq. Beləliklə, ilk olaraq Ərəstun kimdir sualına cavab tapacağıq. Daha sonra onun cızdığı müqəddəs coğrafiyaya, dinlərin vəhdəti ideyasına, mətnə səpələnmiş gizli simvollar və rəqəmlərə baxacağıq və ən sonda müəllifin bütün dünyaya necə meydan oxuduğunu görəcəyik. Birinci dayanacağımız əlbəttə ki, müəllifin kimliyidir. Yaxşı, əslində kimdir bu Ərəstun? Yəqin ki, adın özü artıq diqqətinizi çəkib. Müəllif niyə özünü məhz Ərəstun adlandırır? Baxın, mətndə o, bu adı birbaşa olaraq hecalara bölür. Aras-tun. Yəni, o özünü Araz çayı ətrafına göndərilənlərdən biri hesab edir və Arazdan çıxan o böyük işığı gördüyünü iddia edir. Üstəlik, özünü Azəroğlu adlandıraraq, sanki böyük Azərbaycanın mənəvi işığına bələdçilik etdiyini deyir. Görürsünüzmü? Adın özü belə sadəcə bir ləqəb deyil, bu çox böyük bir missiyanın, vizyonun elanıdır. Amma maraqlıdır ki, mətn irəlilədikcə o sir pərdəsini biraz aralayır. Müəllif açıq şəkildə gerçək adının Turqutbəy Rızazadə olduğunu və hazırda İstanbulda yaşadığını qeyd edir. Amma burada əsl diqqət çəkən məqam başqadır. O, özünə xüsusi bir titul verir, ağ geyimli. Bu ağ geyim elə-belə təsadüfi bir detal deyil. O mətndə dəfələrlə qarşımıza çıxacaq. Bu, bir mənalı olaraq, onun ruhani saflığını və seçilmişliyini vurğulayan olduqca önəmli bir nüansdır. İndi isə keçirik ikinci hissəyə. Bu mətndəki qeyri-adi mənəvi xəritəyə, yəni müqəddəs coğrafiyaya. Təsəvvür edin, müəllif öz mənəvi səyahətini dar bir çərçivədə saxlamır. Əksinə, qurduğu coğrafiya inanılmaz dərəcədə qlobaldır. O deyir ki, qusulunu Nuhdan alıb, yəni təmizlənmənin ən kökünə, başlanğıcına gedir. Sonra namazını Əshab-ı Kəhfdə qıldığını, inancını isə Qüdsdə formalaşdırdığını bildirir. Amma bununla da bitmir. Bu xətt Hira mağarasına, Ayazofiyaya və nəhayət Məkkəyə qədər uzanır. O, sanki bəşəriyyətin bütün müqəddəs nöqtələrindən keçərək öz universal mənəviyyat xəttini yaradır. Bəs ən heyratamız hissə nədir, bilirsiniz? Bu cür nəhəng qlobal səyahətin birdən-birə gəlib çox lokal, spesifik yerlərə bağlanması. Məsələn, Qüsdən və Məkkədən bəhs edən müəllif qəfildən Quba yoluna və beşbarmaq ziyarətgahına toxunur. Hətta orada 4 barmaqla salam verdiyini xüsusilə qeyd edir. Və yenə Araz çayı. Yəni, dünyanın ən qlobal dini inancları belə onun gözündə böyük Azərbaycan coğrafiyası ilə sıf, ayrılmaz şəkildə bir-birinə hördürülüb. Üçüncü hissəmiz dinlərin vəhdəti adlanır. Gəlin görək, müəllif bu qədər fərqli inancı necə bir araya gətirə bilir? Doğrusu, müəllif heç bir konkret dinin və ya məzhəbin qəlbinə sığmır. O, çox radikal bir sintes həyata keçirir. Bir tərəfdən Zərdüşt, Babək kimi İslamdan əvvəlki dövrə aid milli ikonları, digər tərəfdən isə Həzrəti İsa, Həzrəti Mehdi, Nuh və Həzrəti Əli kimi İbrahim dinlərinin əsas simalarını tam olaraq eyni cərgiyə qoyur. Yəni, o, bir növ Zərdüştün elmini, İsa'nın sədaqətini və Həzrəti Əlinin qüdrətini götürüb, vahid, yepyeni bir fəlsəfə qazanında əridir. Təbii ki, bu yanaşma onu olduqca cəsur və bəlkə də mübahisəli bir iddiaya gətirib çıxarır. Baxın, o tam olaraq belə deyir. Heç bir din mənim yaddaşıma, elmimə iz qoya bilməz. Mən bütün fəlsəfə sütunlarının əvvəli və ilkiyəm. Möhtəşəm dərəcədə iddialı səslənir, elə deyilmi? Müəllif əslində demək istəyir ki, o heç bir mövcud dini çərçivəyə tabe deyil. O hesab edir ki, birbaşa ilahi olanla əlaqədədir və bütün fəlsəfi cərəyanların tam mərkəzində, ünövrəsində durur. Dördüncü hissədə diqqətimizi mətnin dərinliklərinə gizlənmiş simvollar və rəqəmlərə yönəldəcəyik. Qarşımızda qəfildən olduqca maraqlı və spesifik bir rəqəm peyda olur. 42. Bəli, 42.
Bəlkə də kənardan biraz gülməli görünə bilər, amma müəllif xüsusi olaraq vurğulayır ki, onun ayaqqabılarının, yəni öz təbiri ilə desək, ağqaşlarının ölçüsü 42-dir. Və daha sonra parlamentə qalxdığı pilləkənlərin sayının da məhz 42 olduğunu qeyd edir. Sir deyil ki, bu cür ezoterik mətnlərdə heç nə təsadüfən yazılmır. Bu rəqəm çox güman ki, onun həm fiziki reallığının, həm də mənəvi zirvəyə yüksəlişinin dəqiq ölçüsünü, miqyasını bildirir. Və bu fiziki detallar bizi yenidən həmən o vacib simvola, ağ geyimlərə aparır. Müəllif bu geyimlərə ağ qaplar deyir. Ağ rəng bildiyimiz kimi bir mənalı olaraq ruhani hazırlığın, mütləq paklığın və böyük yaradanla olan təmiz əlaqənin rəmzidir. O, bu geyimi ilə sanki dünyaya mesaj verir. Mən dünyəvi kirlərdən tamamilə arınmışam və üzərimə düşən o böyük missiyaya artıq hazıram. Nəhayət, 5-ci və mən deyərdim, ən kulminasiya nöqtəsi – dünyaya meydan oxumaq. Müəllifin son ultimatumu. Müəllifin bəşəriyyətin indiki vəziyyəti ilə bağlı gəldiyi nəticə çox sərt, hətta deyərdim amansızdır. O deyir, bu dünya kumarxanədir, bu dünya kumarbazdır, bu dünya şərəfsizdir. Bu vurucu sözlərlə o, sadəcə olaraq maddiyyata, mənfəətə və ucuz siyasi oyunlara hesablanmış müasir dünyanın əxlaqi iflasını elan edir. O, insanların hələ də bu qüsurlu sistemdə necə kör-köranı qurtarıcı axtardıqlarını tənqid edir və bu ədalətsiz kazinoda iştirak etməkdən qətiyyətlə bir mənalı şəkildə imtina edir. Və inanın ki, bu yolda qətiyyən geri çəkilmək fikrində də deyil. İnancının qorxusuzluğunu sübut etmək üçün o tarixin ən dəhşətli işgəncələrinə məruz qalmış şəxsiyyətləri sadalayır. Təsəvvür edin, o bildirir ki, Həzrəti İsa kimi çarmıxa çəkilməyə, Nəsimi kimi dərisimin soyulmağına, Hüseyn Cavid kimi Sibirin buzlarına sürgün olunmağa və Həsən Məcarçı kimi zindanlara atılmağa tamamilə hazırdır. Bu artıq sadəcə mən cəsuram demək deyil, bu inandığı həqiqət uğrunda ən ağır bədəlləri ödəməyə hazır olan bir insanın şəhadət manifestidir. Meydan oxumasını o çox qəti bir cümlə ilə yekunlaşdırır. Mən həm içərdə, həm çöldə elmdəyəm. Heç kimdən qorxum yoxdur. Ərəstun iddia edir ki, böyük yaradan tərəfindən ona birbaşa Həzrəti Əlinin qüdrəti bəxş edilib. Yəni o, dünyəvi güclərin, heç bir siyasi sistemin verə biləcəyi cəzadan zərrə qədər də çəkinmir. Gücü çatan gəlsin, məni alsın, deyir. Sistemə qarşı mükəmməl bir özgüvən və əzəmətli bir dirəniş. Bəs sonda gəldiyimiz nəticə nədir? Bütün bu fərqli dinləri özündə sintez edən, gizli rəqəmlərlə kodlanmış və müasir dünyaya belə amansızca meydan oxuyan bu manifest bizə əslində nə demək istəyir? Sizcə, bu sadəcə fəlsəfi bir üsyankarın qəzəbli səsidir, yoxsa bəlkə də axır zaman üçün yazılmış, dərin ya mistik bir xəbərdarlıq? Biz mətndəki o sirli şifrələri sizin üçün açmağa çalışdıq. Amma bu mürəkkəb mənzərəni necə yozacağınızı, necə qəbul edəcəyinizi yalnız sizin öz mühakimənizə buraxırıq. Ümid edirəm ki, üzərində düşünmək üçün sizə yetərincə maraqlı material təqdim edə bildik. Diqqətinizə görə təşəkkür edirəm.